Kanal izləyiciləri, bugün sizi Xırdalında mərkəzdə Sultan Şadlıq Sarayının arxasında düz yanında Aslanovka ilə arası 15 metr məsafədə belə 2 mərtəbə, 2 sotda 2 mərtəbə 180 kvadrat həyət evi ilə tanış edirik. Tamamlama işləri qalıb, tam etik. Görürsünüz, geniş həyəti var, darvazası var. Bayırda sanitar qovşaq kladovkası var. Umvalnik qoyulub, bir də manqal yeri də orada hələ qalıb. Tamamlama işləri gedir. Baxın, baba, belə hələ qalıb. Evimiz tam təmirlidir. Keçir içəri. Həyət evimizdən sizi tanış eləyək. Keçdik dəhlizdən. Dəhliz istəyənliyim. Baxın. Tam təmirli, asma tavan. Görürsünüz. Mətbəxidir. Mətbəxin pəncərəsi baxır öz həyətdə. Solda qonaq otağımız var. Geniş. Təmirli. Qonaq otağımızdır. Birinci mərtəbədə belə bir kladovka var. Belə göstərir ki, nəsə artıq əşyaları qoya bilərsiniz. Yataq otağıdır balaca. Baxın. Bu da ikinci yataq otağıdır balaca. Sanitar qovşağıdır. Göstəririk, tam təmirlidir, istipollu. Dəhlizlə sanitar qovşağı istipollu. Demək, mətbəx 3 otaq göstərdik birinci mərtəbədə. Keçirik ikinci mərtəbəyə. Orada da 3 otaqla sizi tanış edəcəm. Cəmi 6 otaqdan ibarətdir. Pilləkənə baxın, yaxşı pilləkənə ibarət yıxılıb. Qapılardan baxın. Necə ağ qapılardır. Demək, göstərirəm sizə. Böyük. Burada da zal var. Böyük zal buradadır. Burada da var belə bir qonaq otağı böyük. Panoraması öz həyətinə göstərir. Balkonu da var. Sanitar qovşağıdır, böyük sanitar qovşağı var. Çox genişdir. Göstərdik. Yataq otaqları. Geniş yataq otağı ikinci mərtəbədə. Bu da bir yataq otağı. Geniş yataq otağı ikinci mərtəbədə. Demək, ev yiyəsi belə bir çerkör deyək ki, evin planını belə cızıb. 2 dənə 4 spalli, 4 yataq otağı və 2 dənə də qonaq otağı aşağıda yuxarıda, 2 dənə də sanuzel aşağıda yuxarıda. Evimiz 180 kvadratdan ibarətdir. Mənzilimiz tam təmirlidir. Həyət evimiz tam təmirlidir. 2 mərtəbəlidir, 6 otaqdan ibarətdir. Dediyim kimi 2 dənə qonaq otağı aşağıda yuxarıda, 2 yataq otağı aşağıda, 2 yataq otağı yuxarıda.
İki dənə də qonaq otağı, biri aşağıda, biri yuxarıda. İki dənə də sanitar qovşaq. 2 mərtəbədir, 180 kvadratdan ibarətdir. Tam təmirlidir, gördüyünüz kimi kubçası var. 2 sot torpağın üzərində inşa olunub. Sizin də əmlakınız varsa, bax, satışlar, buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.